Hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Xoş gördük hər birinizi. Bugün sizinlə 22 fevral tarixində OTK-nın keçirmiş olduğu 9-cu siniflər üçün sınav imtahanında istifadə olunan riyaziyyat fərdi üzrə sualların izahını paylaşmaq istəyirəm. Vaxt itirmədən keçən suallarımızın izahına. Başlayaq 31 nömrəli sualdan. Deməli, 31 nömrəli sual funksiyalar bölməsinə aid sualdır və nisbətən sadə sualdır. Bizə verilmiş ilk bərabərdir mənfi x minus 2-nin kvadratı üstəcə 3 funksiyasının təpə nöqtəsinin koordinatlarını bizdən istəyir. Bunu biz belə tapa bilərik. Bilirik ki, funksiya y bərabərdir a, x minus m-in kvadratı üstəcə n şəklində verilə bilər. Məhz bu verilən funksiya da məhz bu şəkildədir. Onda bizdə elə təpə nöqtəsinin koordinatları m və n olurdu. Yəqin ki, bunu hamı bilir. Onda bizdə m nəyə bərabərdir? 2-yə, n də bərabərdir məhz 3-ə. Yəni, təpə nöqtəsinin apsisi olur 2, ordinatı da olur 3. Deməli, bizim cavabımız 2 və 3. Nisbətən sadə sualdır. Doğru cavab A variantıdır. Və ya bunu belə də yaza bilərik əslində. Məsələn, x minus 2-nin kvadratı biz bu müxtəsər vurma üstündən bunu aça bilərik. Qarşıda mənfi nəzərə alıb sadələşdirdikdən sonra m və n-in məlum düsturlarından istifadə etməklə də tapa bilərik. M bərabərdir mənfi b böl 2a və ya m bərabərdir mənfi diskriminant böl 4a. Bu düsturdan da istifadə edib tapmaq olar. Ancaq ən sadəsi bizim yazdığımız üsul ki, yəni vaxta da qənaət etmiş olarıq. Deməli, bizim doğru cavabımız oldu A variantı. Keçək növbəti suala. 32 nömrəli sual. Deməli, bu sualda çoxbucaqlar bölməsinə sualdır və sadə sualdır. Deməli, bizdə nə deyir? Deyir ki, düzgün M bucağının daxili bucaqlarının cəminin xarici bucaqların cəmi olan nisbətini tap. Biz bilirik ki, düzgün M bucaqlarının daxili bucaqlarının cəmi 180 vur M-2 düsturu ilə hesablanır. Bu 3 bucaq üçün 180, 4 bucaq üçün 360, 5 bucaq üçün 540 və s. hesablana bilər. Və bizə nəsə xarici bucaqların cəmi. Ümumiyyətlə, yazıda saxlayırız. İxtiyar çox bucaqlının xarici bucaqların cəmi həmişə 360-dır. Yəni, 4 bucaqlı da olsa, 5 bucaqlı da olsa, 10 bucaqlı da olsa. Cəmi və nisbətini tapın, tapaq. 180-dən 360 ixtisarsə burada qalar 2. Deməli, n sağ 2 bölək 2. Bizə doğru cavab olur C variantı. Yəni, sadə bir sualdır. Keçən növbəti sualımıza 33. Şifahi sualdır, tam ədədlər bölməsinə aid. Çox sadə bir sualdır. Bizə nə deyir? 2 toplamlardan birinə 7, digərinə mənfi əlavə edilsə, cəm necə dəyişər? Aydın ki, 7 müsbət 7-dir. Əlavə eləyirik, digərinə isə mənfi 3. Yekunda müsbət 4. Yəni, 4 vahid bizim cəmimiz 60 olar. Bu da hansı variantdadır? Y variantında. Yəqin ki, bu sual da aydındır. Keçək növbəti suala. 34 nömrəli sual. Bucaqlar bölməsinə aid sualdır. Yəni, bu da çox yayılmış sualdır. Test toplarında, həmçinin 9-cu siniflər üçün çap olunmuş topluda da var bu sualda. Bizdə nədir? Sahəsi 120 olan ABC bucağının beyin və C medianları K nöqtəsində kəsir. Əgər söhbət sahədən və medianlardan gedirsə, bilməli olduğumuz məqam nədir? Bucağın medianlarının bucağın sahəsi ilə bağlı xass hissəsi. Demək, bucağın 3 dənə medianın çəkəsi olsa, biz əgər bu medianlar bir nöqtədə kəsişirsə, median olduğunu işarə eləyək. Yəni, yarı bölür də. Biz əgər ABC bucağının sahəsi bizdə S-ə bərabərdirsə, deməli, bizdə alınan bu 6 dənə bucaq alınıb da burada. Bunların hər birinin sahəsi, yəni 6-da 5, bir-birinə bərabər olmaqla sahənin 6-da 1 hissəsidir. 6-da 1, 6-da 1, bu da 6-da 1. İndi bizdə şəkildə beyin və C medianları 2 dənə median verir. Onda 3-cü medianı biz özümüz çəkə bilərik də. Deməli, bu sahələr hamısı bir-birinə bərabər olacaq. Bəli, S. Bu da S, bu da S. Bizdən nə soruşur? Sahə 120-dir. Sahə 120-dirsə, mən bütöv sahəni 6 bərabər hissəyə bölə bilərəm. Bəli, 120 bölü 6 bərabər 20. Deməli, alınan hər bir bucağın sahəsi 20-dir. Mən nəsə şişlənmiş hissənin sahəsini soruşur. Bizdə də şişlənmiş hissə 2 dənə S daxil. Ona görə S-in biri də 20-dirsə, 2 dənə S olacaq bizdə 40 santimetrin kvadratı. O da Y variantındadır. Yəqin ki, aydın oldu bu sual. Keçən növbəti suala. 35-ci sual. Sadə və şifahi həll olunan bir sualdır. 72 ədədin 8-4 hissəsini bizdən soruşursa, 1-2 ədədin hissəsini tapanda ədəd hissəyə vurulur. 8-dən 72 ixtisar edəcəksə 9, 9 vur 3, 27. Doğru cavabımız A variantıdır. Keçək vaxt itirmədən növbəti sualımıza. 36-cı sual.
çevrə bölməsinə aid sualdır və bunu da deyərdim ki, sadə sualdır. Deməli, bizə nə deyir? AMB bunlar qövslərdir, bu işarə eləyək qövslər. AMB, BNC və AKC qövslərinin uzunluqlarının nisbəti. Deməli, AMB qövsü 2K, BNC bizdə 3 verib nisbətini, deməli 3K, AKC qövsünə nisbətini 4 versə, deməli bu 4K-dır. Bütöv çevrə biz bilik ki, tam bir dövr 360 dərəcədir. Bunda biz bunu 360-a bərabər eləyib K-nı tapa bilərik buradan. Deməli 5, 9, 9K 360 isə K deməli 40 dərəcədir. K 40 dərəcədirsə, onda biz bucaqları yaza bilərik də burada. Hamısını yazmaya ehtiyac yox. Bizdə BAC bucağını istəyir, yəni bu bucağı istəyir. Bu bucaqda görürük ki, həmin bu BNC qövsünə söykənmiş, daxilə çəkilmiş bucaqdır. Xəstədən də bilir ki, daxilə çəkilmiş bucaq həmin bu alfa bucağı. Söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Bizdə də bu həmin qövs 3K idi. K-nı da biz 40 tapmışdıqsa, deməli bu 120 dərəcədir. Düzdür, düzdür. BAC bucağı da alfa deyək bu bucağa. Bilirik ki, söykəndiyi həmin o BNC qövsünün yarısıdır. Yəni 120 bölü 2 o deyir 60 dərəcə. Yəni doğru cavab Y variantıdır. Bu da asan sualdır. Keçək növbəti suala. 37 nömrəli sual bərabərsizliklər bölməsinə aid bir sualdır. Deməli, bizdə modula x kiçik bərabər kiçik, 4 bərabərsizlik nisbətən həll olduğunu soruşur. Biz bir ki, əgər modula x kiçiksə 4-dən, böyük olmalıdır mənfi 4-dən. Deməli, x mənfi 4-dən 4-ün arasında yerləşir, başqa cür desək. Və bərabərsizliyin neçə tam həlli var? Həmin bu aralıqda yerləşən ədədləri biz yazmaqla mənfi 2 həllini tapa bilərik. 0, 1, 2, 3. Deməli, 3 dənə bu, 3 dənə bu 6, bir dənə 0, 7. Bizim doğru cavabımız B variantıdır. Yəqin ki, bu sualda aydındır. 38 nömrəli sual. Bir məhsullu təhlillər və məsələlər bölməsinə aid sualdır, sadə sualdır. Deməli, 2x kvadratı üstəgəl 6x bərabər 0 təhlilinin bizdən kökləri cəmini soruşur. Əslində biz bu təhlili həll edib kökləri cəmini də tapa bilərik və ya qısaca V tərimini də tapa bilərik. İstəyirsə, gəlin hər iki sunulan yazaq. Birinci sunulan yazası olsaq, gəlin bunu həll edək. Deməli, nə edirik? 2x-i mötərizə xaricinə çıxaraq, buradan onlar x üstəgəl 3 bərabərdir 0-a. Hasil 0 cavablar hər biri 0-dır. Ona görə 2x bərabər 0 olmağından alıram ki, x də 0-dır. Həmçinin x üstəgəl 3-ün də 0 olmağından alıram ki, x mənfi 3-dür. Deməli, bunun 2 dənə kök var. Biri 0-dır, digəri isə mənfi 3-dür. Bizdən də bunun köklərinin cəmini soruşursa, elə mənfi 3. Mənfi 3 hansı variantlardır? A variantında. Və ya V teoremindən də biz bunu yaza bilirik. Deməli, V tərim bilir ki, çevrilmiş kvadrat təhlili üçündür. Əvvəla biz bunu çevrilmiş kvadrat təhliliyə gətirək. Bunun üçün gəl hər tərəfi 2-yə bölək. Bizdə onda olacaq x-in kvadratı üstəgəl 3x bərabərdir 0. V teoreminə görə kökləri cəmi bizdə mənfi işarə ilə götürülür ikinci hədd əmsalına, yəni x-in əmsalına. X-in əmsalı 3-dür, əks işarə ilə götürəsi olsaq elə mənfi. Yəni burada da birbaşa mənfi ala bilərdik. Yəqin ki, bu sual da aydın oldu. Keçək 39 nömrəli suala. Deməli, bu da bir məhsullu təhlillərə aid sualdır və kifayət qədər asan sualdır. Deməli, bizdə nə deyil? 6 kiloqram konfetin qiyməti 48 manatdırsa, heç bunun təəssüf qılmaya ehtiyac yoxdur. 6 kiloqram konfetin qiyməti 48 manatdırsa, adı ki, 1 kiloqramın qiyməti 8 manatdır. 9 kiloqrama da biz 9 vur 8, 72 manat pul verərik. Çox sadə sual deyərdim, hətta ən sadə sual budur. Keçək 40 nömrəli suala. Deməli, bizə A ədədi verib 3 üstü 3, vuraq 4 üstü 4, vuraq 5 üstü 5 və B ədədi verir. 20 üstü mənfi 4. Bizdən isə AB hasilini bizdən soruşur. Nə edək? Burada yaxşı olar ki, bu 20-ni biz parçalayaq da 4-ə 5-ə gətirək ki, yəni bizim işimiz asan olsun. Onu da yazaq. 3 üstü 3, vuraq 4 üstü 4, vuraq 5 üstü 5. 20-ni mən necə yaza bilərəm? 20-ni 4 vur 5 yazıramsa, əgər gəlsiniz yazın, 4 vuraq 5. Bunun da üstə mənfi 4-dürsə, aydın ki, bu mənfi 4 hər ikisinə aid. Yəni 4 üstü mənfi 4, 5 üstü mənfi 4. Bunu yəqin ki, hamı bilir. Bunda mən 20 üstü mənfi 4-ün yerinə 4 üstü 4, 4 üstü mənfi 4, vuraq 5 üstü mənfi 4 yaza bilərəm. 4 üstü 4-ü 4 üstü mənfi 4-ə vurası olsaq, aydın ki, bu 4 üstü 0, yəni 1 eləyir. Deməli, mən bunları silə bilərəm, burada ixtisar eləyə bilərəm. Daha sonra 5 üstü 5-i 5 üstü mənfi 4-ə vuranda aydın ki, üstlər toplanır. 5 üstə gəl mənfi 4, bu eləyir 5 üstü 1, yəni elə 5. 3 üstü 3-də 27-dir. Deməli, cavabımız bizim 27 vur 5. Bu eləyər 135. Doğru cavabımız B variantıdır. Məncə, bu da sadə sualdır, elə çətin bir sual deyil.
Yəni bu sualdan kifayət qədər var vəsaitlərdə. Davam eləyək 41 nömrəli sualla. Çoxlular bölməsinə aid sualdır. Bu da deyərdim hətta çox sadə sualdır. Bizə nə istəyir? Verilmiş A və B çoxlular üçün şişlənmiş hissədə olan elementlərin cəmini soruşur. Bu həmin bu şişlənmiş hissə bilirsiniz yəqin ki, A çoxluğunun B çoxluğundan fərqini ifadə edir. Yəni A fərq B-dir. İndi A çoxluğu 1, 2, 4, 5, 6-dır. B çoxluğu 2, 3, 5, 7, 8-dir. İndi A çoxluğunun B çoxluğundan fərqini gəl biz yazacaq olsaq həmin bu hissəyə. Bax, yazaq belə yazaq, sonra diaqramda göstərək, Venn diaqramında göstərək. Demək, A-nın B-dən fərqi hansı elementlərdir? 1-dir, 2 xeyr, 2 çünki hər ikisində var. 3 hər ikisində var. 4-dür, 5 hər ikisində var. Bir də 6-dır. Demək, A-nın B-dən fərqi 1, 4, 6-dır. Bizdən də bu həmin o elementlərin cəmini soruşursa, 1 üstəgəl 4 üstəgəl 6, o da eləyəcək 11. Doğru cavabımız A variantıdır. Bu da sadə sualdır. Demək olar, çətin sual məncə yoxdur burada. Keçək 42 nömrəli suala. Deməli, kvadrat köklər bölməsinə aid bir sualdır. Deməli, burada gəlin misalın şərtini istəyirsiniz köçürün. Kök altında 1/6 üstəgəl. Kök altında 2/5 üstəgəl. Kök altında 3/6. Aşağı məxrəcdə 2 kökdə 2 vur kök 5 plus kök 10. Deməli, əziz şagirdlər, burada qarışdırılan əsas məqam nədir? Çox şagird kök altında 1/6 yerinə 0/4 yazır. Xeyr, çünki 0/4-ün kvadratı 1/6 deyil, 1/16-dır. Yəni, çaşmıyor burada 1/6 kök altında 1/6 yerinə 0/4 və ya kök altında 2/5 yerinə 0/5 yazmayın. Çünki kök altında 2/5-dən kvadrat kök tam çıxmır. Qarışdırmaq olmaz. İndi biz nə edəyək burada? Bayaq dediyim kimi 1/6-dan kök çıxmır, 0/6-dan kök çıxır. Onda gəlin bunu biz elə yaza bilərik də. 1/6 nə yazıram? 16 böl 10. Düzdür, yaza bilərəm də. Bunda istəyirsə gəlin hər birini ayrı-ayrı köklərdə yazaq. Birbaşa yazaq, çox uzatmaq. Yəni nə yazaq? Kökdə 16 böl kökdə 10. Yəqin ki, razısınız. Çünki 16-nı 10-a böləndə 1/6 edir. Eyni qayda ilə burada yazıram. 25 böl yenə kök 10 üstəgəl kök 36 böl kök 10. Aşağıda sadələşdirmələr aparaq. 2 kökdə 2, kökdə 5-ə vuranda 2 kökdə 10. 5-i 2-yə vurduq. Üstəgəl bir dənə də kökdə 10 verib özü. Bərabərdir. İndi baxın. Deməli, sürətdə nə edirəm? Bütöv kəsr xəttimi çəkim. Sürətdə deməli, kök 10 qalsın ortaq məxrəc kimi. Hər üçü üçün ortaq məxrəc kök 10-dur da. Deməli, 16-dan çıxdı 4. Əla. 25-dən çıxdı 5. 36-dan da çıxdı 6. Əla. Bunu yazdım. Məxrəcə gəlin sadələşdirək. 2 kökdə 10-la. Bu bir dənə kökdə 10 deməkdir də. Bunu toplamağı yəqin ki, hamı bilir. 2 kökdə 10, üstəcə 1 kökdə 10. Bu deyil 3 dənə kökdə 10. Deməli, sürətdə nə alınır? 15 bölək kökdə 10. 15 böl kök 10. Bölək nə? 3 dənə kökdə 10. Bunu da yazıram, böləyi vuraq kimi yazıb da birbaşa çevirirəm də. 3 kökdə 10 tərsinə çevirəcəm. 1 bölək 3 kökdə 10. Deməli, gəl bu 3-dən 15 ixtisar eləyək, burada qalsın 5. Kökdə 10-u kökdə 10-a vuranda, elədi kökdə 10-un kvadratı, oradan da çıxdı 10. Yəni 5 və ya kökdə 100, oradan 10, eyni şeydir də 10. 5 bölü 10, bu da elədi 0.5. Doğru cavabımız bizim D variantıdır. Bu da elə çətin sual hesablamıram, orta səviyyəli bir sualdır. Yəni yazıla biləcək sualdır. Keçək 43 nömrəli suala. Bizə nə soruşur? M parametrin hansı qiymətində verilən çoxəlinin sərbəst həddi 3-ə bərabər. Çoxəlilər bölməsindən sualdır, sadə sualdır. Bunu biz belə də yaza bilərik. Məsələn, çoxəlinin sərbəst həddi deyilsə, biz o dəyişənlərin yerinə 0 yazmaqla da tapa bilərik. Və heç ona ehtiyac da yoxdur. Və biz aydındır ki, biz burada görüşürük, sərbəst hədd hardadır bizdə? 15-3 M-dir də. Çünki burada 2-dən asılı dəyişənlər var da. Bunlar sərbəst hədd ola bilməz ki. Xeyr. Deməli, 15-3 M-i bizdə deyil 3-ə bərabər olsun. Olsun da. Onda 3 M 12-dir, M-dəki 4. Yəni, çox sadə sualdır, Y variantı. Deməli, 43 nömrəli sualda qutardı. Keçək 44 nömrəli suala. Sübzaqlar bölməsinə aid sualdır. Sübzaqlar bəhsin əsaslarının həlli. Deməli, bizdə nədir? 2 tərəfi 8 və 9 olan sübzağın perimetrini ala biləcək qiymətlərin, tam qiymətlərini bağışlayın, sayını bizdən soruşur. Deməli, biz nə bilirik? Əgər sübzağın 2 tərəfi 8, 9.
Mən bu üçüncü dəfə x deyərsə olsam, üstücə bərabərsizliyində nə deyir? Deyir ki, bu x digər iki tərəfin cəmindən həmişə kiçik, fərqinin modulundan isə böyükdür. Biz bunu elə 9-8 yazacaq, rahat olsun. Niyə moduldan? Yəni biz bu 8-9 yaza bilərdik. Ona görə modda qoymaq lazımdır. Burada eləyir 1 kiçik x kiçikdir 17. Deməli bu x 1 ilə 17-nin arasında yerləşən tam ədədlərdən söhbət gedir də. Deməli 2-dən başlayırıq neçəyə qədər? 16-ya qədər. Düzdür? Bunlar arasında neçə ədəd var? 16-dan 1 artır da. Çıxardıq 2-ni. Üzərində də 1 gələrdik. Bu deyil, yəni bizdə 14, üstədə 1 gələndə 15. Deməli, 15 dənə tam qiymət ala bilər. Bu da C variantındadır. Və ya belə saya da bilərsiniz. 2-dən 16-ya qədər ədədləri sayın, yenə 15 alacaqsınız. Onun fərqi yoxdur. Yəqin ki, bu sual da aydındır. Keçək deməli 45 nömrəli suala. Sadə bir dənə rasional ifadədir. Bunun sadələşdirilməsini bizdən istəyir. Misalın şərtini köçürmürəm. Birbaşa həllinə keçirəm. Deməli, nə edirik? Bu sual da çox yayılıb, test sortlarında da var. Nə edə bilərik? Belə olan halda sürətli vuruqlarını ayırırıq. Bu sürətli vuruqları ayırmanın da müxtəlif üsulları var. İstəyirsiniz, yap diskriminant kvadrat təhlil kimi həll edin, diskriminantını tapın, köklərini tapın, elə vuruqlarını ayırın. Və ya mən daha çox parçalama üsulundan istifadə edib mən bunu vuruqlarına ayıram. Necə vuruqlarını ayıram? Deməli, x-in kvadratı çıx 5-2 üstəgəl 6-dır. 7-ci məktəb kitabında bu qayda var. Deməli, nə edirik? Biz bu mənfi 5x ilə parçalayırıq ki, bunun cəmi mənfi 5 olsun o heç, hasili isə 6 olsun. Yəni, hasili 6, cəmi isə mənfi 5 olan 2 dənə ədəd tapıram. Bu da aydın ki, mənfi 3 ilə elə mənfi 2-dir. Hasili müsbət 6-da, yəni bu qoymuşam, bu çıx deyil. Müsbət 6-dır. Mənfi 3 ilə mənfi 2 kimi parçalaya bilərik də, deməli biz bunu. Onu da yazıram, x-in kvadratı. Çıx 2x, çıx 3x, üstəgəl 6. Bu da bərabərdir. Bu ikisindən x-i mötərizə xaricində çıxarsa olsa x çıx 2, bu ikisini qruplaşdırıram. Bu ikisi nə bir? Çıxaq. Buradan 3 mötərizə xaricində çıxarsam yenə x çıx 2. Niyə çıx 2? Çünki burada mənfini çıxarmışam. Baxın, mənfi 3, mənfi 2 var, müsbət 6 eləməlidir. Məndə də müsbət 6. Onca çıx yazsam. Mən sözə yazası olsam, burada işarə səhvinə yol vermiş olaram. Buradan x çıx 2-ni mötərizə xaricində çıxardası olsam, alınır nə? X çıx 3. Deməli, bu çox əlinin vuruqları x çıx 2, x çıx 3-dür. Əla. X çıx 2, x çıx 3. Gəl, indi bu birisinin də vuruqlarını ayıraq, eyni qayda ilə. Bərabər. Burada da deməli, hasili yenə eləməlidir. Deməli, mənfi 8, bunu mötərizədə yazım. Cəmi isə mənfi 2. Əməliyyatlar hansıdır? Hasili mənfi 8 eləsin, cəmi mənfi 2 eləsin. Bu mənfi 4 ilə məncə 2-dir. Bəli, hasili mənfi 8 edir, cəmi mənfi 2 edir. Onda mən bunu belə parçalaya bilərəm. X-in kvadratı üstəgəl 2x çıx 4x çıx 8 bərabərdir. Bunu silin buradan. Yenə bayaqki qayda ilə ilk 2 dənəsini bir qruplaşdırıram. Növbəti 2 dənəsini bir qruplaşdırıb ortaq vuruq mötərizə xaricində çıxarmaqla vuruqlarına ayıracam. Deməli, ilk 2 dənəsindən x-i mötərizə xaricində çıxarsa olsam x plus 2. Burada çıxar mötərizə qabağa verirəm. X-i buradan x yox, 4-ü çıxarsa olsam, yenə x çıx, x üstəgəl 2 alarıq. Yenə baxıram ki, x üstəgəl 2 yenə ortaqdır, mötərizə xaricində onu da çıxartdım. Qaldı x çıx 4. Bu qədər sadə. Deməli, bunun da vuruqları x çıx 2, bunu yuxarıda qeyd edeyim. X üstəgəl, yox, səhv yazdım. X üstəgəl 2, x çıx 4. X üstəgəl 2, x çıx 4. Əla. Buna başaq hissəni silim. Bunu sadələşdirəndən sonra demək, siz gəlin bunu yazın. Yuxarıdan alındı. X çıx 2, x çıx 3. Aşağıda da x çıx 3. Üstəgəl. Yuxarıda x üstəgəl 2, x minus 4. Məxəsdə də x plus 2. Bərabərdir. Görürəm ki, x çıx 3 ilə x çıx 3 bunlar eyni vuruqlar ixtisar getdi. Burada da x plus 2 ilə x plus 2 ixtisar getdi. Nə qaldı? X çıx 2, üstəgəl x çıx 4. Bu da neydi? X-ə x toplayası olsa 2x, mənfi 2 ilə mənfi 4 elədi, mənfi 6. 2x çıx 6. O da hansı variantdadır? D variantında. Bu sual da sadə sualdır, düz biraz vaxt aparan olsa da. Əslində vaxt aparan sual deyil, sadəcə mən izah üçün bunu biraz uzun yazıram. Yəni, tez yazmaq da olar. Sadəcə dəqiqlik üçün biraz uzun-uzadı yazıram.
Keçək 46 nömrəli suala. Deməli, nə deyir bizə? Deyir ABCD artan müsbət ədədlər sırasının ən böyük fərqi bu sıranın medianına bərabərdir. Biz bilirik ki, ən böyük fərq nədir? Bu bizdə də şərtdə verir. Bu deyir artan sıradır və müsbət ədədlərdir. Ən böyük fərq aydındır ki, ən böyük ədəddən ən kiçik ədəd çıxmaqla alınacaq. Yəni bizdə ABCD ədədi əgər artan sıra ilə verilmiş müsbət ədədlərdirsə, bizdə ən böyük fərq nə olacaq? D çıxaq A olacaq. Yəni ki, bu aydın. Ən böyük ədədlər ən kiçik ədəd çıxaq. Bu sıranın medianla bərabərdir. Median da cüt sayda ədədlər üçün biz bilirik ki, ortadakı iki ədədin ədəd ortasıdır. Yəni B üstəgəl C bölək 2. Bu da mediandır. Bizdə deyir ki, bu ən böyük fərq mediana bərabərdir. Yəni D çıxaq A bərabərdir. B üstəgəl C bölək 2-yə. Bu da tənsib ki, vurub açası olsa bu məxrəci 1-dir. 2D çıx 2A bərabərdir B üstəgəl C-yə. Gəlin yoldaşlar, buradan 2D-ni də tapaq. Niyə tapıram 2D-ni? Çünki məndə 2D çıx C bölək 2A üstəgəl B ifadəsini soruşur. Yəni 2A da tapa bilərəm əslində burada. Yəni fərqi yoxdur. Yəni 2D-ni tapaq, görən nəsə yəqin ki, bizə verəcək. 2D-ni tapası olsaq 2A-nı atacam bu tərəfə. Olacaq 2A üstəgəl B üstəgəl C. Yəni ki, bu hissəsi aydındır. Mən belə başa düşürəm. Deməli, bizdən nə soruşur? Soruşur ki, 2D çıx C. 2D-nin yerinə indi mən nə yazacam? 2A üstəgəl B üstəgəl C yazdım 2D-nin yerinə. Çıxaq C. Misalda verilib. Çıxaq C. Aşağıda da 2A plus B. İfadəsinin qiymətini məndən soruşur. Burada C-lə silah getdi. Qaldı nə? 2A üstəgəl B, 2A üstəgəl B. Bunu da bütövlükdə belə ixtisar eləyə bilərəm. İndi bunu ara-ara yazıb ixtisar eləməyəm də birbaşa yazdığımda qısa olsun deyə. Bu da elədi 1. Demək bizim doğru cavabımız oldu 1. Bu sual da yəqin ki, aydındır. Deməli, keçirik 47 nömrəli suala. Çevriyə aid sualdır, sadə suala oxşayır. Gəlin, baxaq görək nə deyir. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlardır. Biz bilirik ki, bir nöqtədən çevrəyə 2 toxunan çəkibsə, bunlar bərabərdir. Buna x deyirəm, buna da x deyirəm. BAC 90 dərəcədir. BACA nə gözəl? Bu 90 dərəcə. Gəlin, bunu qeyd edək, yoldaşlar. Bu 90-dır. Bu çevrənin mərkəzi O nöqtəsi. Deməli, OB radiusdur. Həmçinin OC də radiusdur. Və biz də bilirik ki, toxunma nöqtəsində radiusa perpendikulyardır. Deməli, bura da perpendikulyardır. Həmçinin bura da perpendikulyardır. Onda belə çıxır ki, bu da perpendikulyardır. Aydındır? Bəli. Yəqin ki, aydın oldu. Burada deməli, mən baxıram ki, AB AC-yə bərabərdir. Düzdür? Deməli, burada kvadrat alınır da, yoldaşlar. Bütün tərəflər bir-birinə bərabərdir də. X. Deməli, bu kvadratdır. Mən bunu göstərmiş oldum. Və məndə nə istəyir? AB deyirdi 8. Yəni, kvadrat tərəf 8-dirsə, onda AB, OC 4 bucaqsın perimetri ilə kvadratdır da. 4-la kimi hesablayası olsaq, 4 vur 8 eləyərdi 32. Məncə sadə sualdır. Keçək 48 nömrəli suala. Bu da sadə sualdır. Faiz nisbət tanesi bölməsinə aid sual. Nə deyir burada? Deyir, 50 manatlıq məhsulun qiyməti artırılaraq 60 manat oldu. Məhsul qiyməti neçə faiz artdı? Bunu əslində belə də yaza bilərik. Məsələn, 50 manat başlanğıc qiymətdə məhsulun satış qiymətidir. 100% isə 60 manat neçə faiz qiymət elə də tapa bilərik və ya aradakı artımla da tapa bilərik. Məsələn, bu 50 manatdan 60 manat artmayıb məhsul. Nə qədər artıb? Nə qədər artım var? 10 manat. Nə artıb? 50. Deməli, onda tapmalıyam ki, 10-50-nin neçə faizidir. Beləsi olsaq 100-ə, 50 ilə 100 ixtisar getsə 2, bu deyiləyər 20%. Deməli, doğru cavabımız bizim 20%. Həqiqətən 50-nin 20%-i tapası olsaq 10 eləyər, 50-ni də 10 artıranda 60 eləyər. Yəni, cavabımızın doğruluğunda yoxluya bilərik. Keçək 49 nömrəli suala. Bizdə nə deyik 49 nömrəli sualda? Natural ədədlər bölməsinə aid sualdır. Deyir ki, A və B natural ədəddən ortaq olmayan sayda vuran hasil C-dir. Əla. Əkov 3A 3B böl əvov 2A 2B vur 1 bölə 3 ifadəsi qiyməti bizdən soruşur. Əla. Deməli, nə edirəm? Baxıram ki, əkov 3A 3B. 3 burada ortaqdır da. Onda mən onu mötərizə xaricdən çıxara bilərəm, çıxara bilərəm. Onda nə qalır yerində? Əkov A ilə B. Düzdür. Eyni qaydanı gəl aşağıda tətbiq edir. Ortaq vuruq 2, çıxaraq kənara. Nə qalsın? Əvov A ilə B. Vuraq 1 bölə 3C. Bərabərdir.
Deməli, biz bilirik ki, Əkob AB-ni Əbub AB-yə böləsi olsaq, bizdə nə verməli idi düsturumuza görə? Orta olmayan sadəqlər hansı? Yəni elə C verməli idi. Deməli, mən bunu yeni C yaza bilərəm. Onda nə olur? 3C bölək 2 vuraq 1 bölək 3C. 3C-lər də burada ixtisar getsə, 1 bölək 2 o da eləyər 0,5. Yəqin ki, bu sualın həlli də aydındır, sadə sualdır. Keçək 50 nömrəli suala. 50 nömrəli sual deməli, təhlil sisteminə aid çox sadə sualdır. 2x bərabər 4, onda alıram ki, x2-dir. X2 isə gətirib 2 qoysam, ilkində 7 olduğunu alaram. Çox sadə sualdır. Onda x-in xasiyyədə 2 vur 7 eləyər neçə? 14. Yəqin ki, bu sual da aydın oldu. Keçək növbəti 51 nömrəli suala. Deməli, həndəsənin əsas anlayışlarına aid bir sualdır, həmin bölmədə olan bir sualdır, paralel ilə əlaqəli bir şeydir. Bizdə deməli nə verir? Deyir A-B-yə paraleldir. Əla, B də C-yə paraleldir. K-A-B bucağı 100-dür. Deməli, K-A-B, bu bucaq 100-dür. Düzdür. Bu 100-dürsə, biz istəyirsiniz, bunun, gəlin, bu paralel olan tərəflərini istəyirsiniz uzadaq, daha rahat görə bilmək üçün. Qara rənglə uzadım. Bunu belə uzatsam, eyni qayda ilə bunu da uzatdım. Biraz əyri çəkə bilərəm. Bunu da uzatdım. Belə olan daha rahat görmək olur. Bu 100 dərəcədirsə, daxil çarpazda bu bucaqla bu bucaq. Deməli, bu da 100-dür. Sonra SDP 120-dir. SDP. SDP. Bu bucaq. Bu bucaq da 100-dür, 120-dir. Bu şəkil yəqin ki, hamımıza tanışdır da. Belə olan halda bu bucaq, bu bucaq, bu bucaq. Biz bu 3 dənə bucağın cəmi 360 deyirdik də. Düzdürmü? İndi həmin bucaqlar burada yaranıb da, fikir verirsinizsə, baxın. Həmin şəkildir də. Düzdür? Düzdür. Onda biz yaza bilərik. Buradakı bucaqda bir x deyəsi olsa, 120 üstəgəl 100 üstəgəl x bərabərdir 360-a. Burada 220 x-də tapası olsa, 360-dan 220-ni çıxaram 140 dərəcə. Deməli, bu x bucağı 140 dərəcədir. Əla. Bizdən nəyi soruşur? SY B bucağı. SYB bucağı da budur. Həmin bu x-in nəyidir? Qonşusu. Düzdür, düzdür. X 140 dərəcədirsə, qonşu bucaqların da cəminin 180 olmasından alıram ki, SYB bucağı 180 çıx 140, yəni 40 dərəcədir. Yəni ki, bu sual da aydındır. Keçək növbəti 52 nömrəli suala. Deməli, bizdə nə deyir? ABC parallelogram verib, bizə elə şəkil üzərində bunu həll edək geçsin. DY parçası ABC bucağın tən bölənidir. Əla. Bu tən böləndirsə, alfa, alfa. Ən çox bu sualdan TOEFL-da da var. Bu tən böləndirsə, burada nədən istifadə edirik? Bu alfa, alfadırsa, bu bucağın da alfa olduğunu alar. Niyə alar? Çünki biz proqram qarşı tərəflə paraleldir. Bu həmin paralellik. Bu da buradan keçən bir dənə kəsəndə belə deyək. Onda bu bucaqla bu bucaq daxil çarpar bucaqlar olur. Bəli, onda bu alfadırsa, bu da alfadır. İndi gəlin yazın. AB 5. Əla. Bura 5. Onda bura da 5-də parallelogram olmağına görə. BY 3. BY. Bura 3. İndi baxın. Burada bir Y D bucağına baxası olsaq, alfa, alfa. Yəni, bu bərabər yanı bucaqda. Bu yan tərəflər bərabərdir də. Çünki ortaca pişik bucaqlar bərabərdir. Bura 5-sə, demək, bura da 5-dir. Onda 5, 3, 8, demək, burada 8-dir. Onda bu parallelogram perimetrini tapa bilərik də. 8 üstəgəl 5 vuraq 2. O da eləyər 10, 16, 26. Demək, bizim parallelogramın perimetri neçə santimetrdir? 26 santimetr. Bu da sadə sualdır. Keçək 53 nömrəli suala, funksiyalar bölməsinə aid sualdır. Deməli, burada məsələ nədir? Bizə bir funksiya verir. Bu funksiyanın qrafikini əsasən M parametrini ala biləcəyi qiyməti bizdən soruşur. Deməli, biz görürük ki, bu xətti funksiyanın qrafikidir. Xətti funksiyanın qrafiki nədir? Düz xətdir də. Y bərabərdir, kx üstəgəl 5 əksində olan funksiyadır.
Burada bizdə K-nın yerində durub nə? 4M çıx 25. B-nin də yerində durub M üstəgəl 2. İndi bizdən nə soruşur? M parametri ABC'yə qiymət. Burada məntiq nədir? Bu funksiyanın qrafikindən biz nələrsə tutmalıyıq. Nəyi tutmalıyıq? Biz bilirik ki, bu B nədir? İlk oxunu kəsdiyi nöqtə. Yəni buradır. İlk oxun harada kəsib? Müsbətdə. Deməli, M üstəgəl 2 nə olmalıdır? Müsbət ədəd olmalıdır. Yəni, böyük olmalıdır 0-dan. Deməli, M böyük olmalıdır nədən? -2-dən. Əla. Funksiyanın qrafiki haradan keçib? Birinci, yox, xeyr, ikinci, dördüncü rüblərdən. Ucu nöqtələrinə baxaq. Düzdür, bunun ucu nöqtəsi yoxdur. Yəni, keçdik hissələri deyəndə. Əslində belə deyə bilərdik. 1, 2, 4-də deyə bilərdik. Daha çox 2, 4 deyirlər. Bu ikinci, dördüncü rüblərdən keçirsə, əgər funksiyanın qrafiki, qaydaya əsasən biz bilməliyik ki, bunun K-sı kiçik olmalıdır 0-dan. K-sı da bizdə nə? 4M çıx 25. Onda yaza bilərik ki, 4M çıx 25 kiçikdir 0-dan. Deməli, 4M kiçikdir 25-dən, M də kiçikdir neçədən? 6.25-dən. Deməli, bizdə, yəni ədəd oxunda bunu biz qeyd edək. Belə deyir, həm bərabərsizliyə aid bir sualdır, həm funksiyalara aid bir sualdır. Deməli, bu olsun -2 nöqtəsi, bu da olsun, məsələn, 6.25 nöqtəsi. 6.25. Bizdə nə olmalıdır? M böyük olmalıdır -2-dən. Biz buranı belə ştrixləyək. Həmçinin M 6.25-dən kiçik olmalıdır. Buranı da belə ştrixləyək. Deməli, biz burada kəsişən hissə harada oldu bizdə? Bu bərabərsizliyin həlli. -2 ilə 6.25-də. Bizdə nə soruşur? M parametri ABC natural qiymətlərin sayı. Natural qiymətlərin sayı. Onda bu -2-ni, -1-i, 0-ı biz burada saymırıq. Natural qiymətlərdən söhbət gedirsə 1, 2, 3, 4, 5 və bir də 6-nın özü. Çünki 6 da 6.25-dən kiçikdir. Deməli, burada da neçə natural qiymət var? 6 dənə. Deməli, doğru cavabımız bizim olacaq 6. Yəqin ki, bu sual da hər birimizə aydın oldu. Keçək növbəti 54 nömrəli sualımıza. Deməli, bizə nə deyir? Deyir ki, eyni bir düz xətt üzərində yerləşən A, C və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən hərəkətə başlayaraq B məntəqəsinə gedib, yəni A-dan B-yə gəlir. Bəli. C məntəqəsinə qayıdır. Deməli, A-dan B-yə gəlir. Yenidən təkrar neyini? C-yə qayıdır. Gəlin AB məsafəsinə biz bir X deyək. CB məsafəsinə də bir Y deyək də. Rahat olsun. Aha, deməli, bizdə nədir? A məntəqəsinə hərəkətə başlayaraq B məntəqəsinə gedib C məntəqəsinə qayıtdıqda. Deməli, bura X-dirsə, bura Y-dirsə, o yerə biz X demişik axı. Onda bura olacaq bizdə nə? AB məsafəsi, yəni X-dən Y-i çıxmalıyam. Aha, bunu biz qeyd edəndən sonra gəlin verilən şərtlərə uyğun nəsə yazmağa çalışaq. Deməli, A məntəqəsindən hərəkətə başlayaraq B məntəqəsinə gedib. Yəni, X qədər yol gəlib. Əla. Təzdən C məntəqəsinə qayıdır, B-dən C-yə. Yəni, Y qədər təzdən yol gedir, eləyir 40 km. Əla, bərabərdir 40. Daha sonra nədir? B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedir. B-dən A-ya məsafə yenə bayaqki kimi X-dir. A məntəqəsinə gedib C məntəqəsinə qayıtdıqda. A-dan C-yə məsafə isə X üstə gəlib. X çıx Y-dir. Deməli, bunun da üstünə gələsi olsam, bərabər eləyər nəyə? 50-yə. Aydındır bu sualı yəqin ki. Tənliyi necə qurduq? Tənli sistem. İndi gəlin bu sualı həll eləyək. Deməli, gəlin bu sadələşdirək başlardakı hissəni. Yazaq X üstə gəl Y 40. 2x, biz X üstə gəl X yazsın 2x çıx Y bərabərdir 50-yə. Biz də bunu tərəf-tərəfə toplayaq. Y-lər islah geçsin. 3x eləsin 90. X-i də buradan tapıram ki 30-dur. X 30-dursa Y onda 10-dur. Cəmi 40-daq. İndi bizdən nə soruşur? A və C məntəqələri arasındakı məsafə. A və C məntəqələri arasındakı məsafəyə biz nə demişik? X çıxaq Y. Yəni 30 çıxaq 10-dur. O da bizdə bərabər eləyəcək 20-yə. Deməli, doğru cavabımız bizim 20-dir. Yəqin ki, bu sualda aydın tənli istimal
Sadə bir sualdır. Davam edək 55 nömrəli sualla. Deməli, 55 nömrəli sualda bizə nədir? ABC bucağında bucaq ABC bərabərdir bucaq MNC-yə bərabərdir 90-a. Deməli, bucaqdır. ABC ilə MNC. Əla. AM bərabərdir CM-ə, o da bərabərdir 5-ə. Əla. Bura 5, bura 5. AB üstəgəl M-in 9-dur. Yaxşı, bunu bir yerdən qeyd edək. AB üstəgəl M-in bərabərdir 9-a. Deməli, biz nəyi bilməliyik, yoldaşlar? Bu 90 dərəcəli bucaqdır, bu 90 dərəcəli bucaqdır. Və bu xətt əgər AC parçasını 5-5 bərabər hissəyə bölübsə, bu deməli, bu M-in xətti ABC bucağının orta xəttidir də. 5-5-2 bərabər hissəyə bölüb. Orta xəttin də xassəsini bildik də, həmin bu orta xətt paylı olduğu tərəfin yarısıdır. Yəni, bu x-dirsə, AB tərəfi nə qədərdir? 2x. Yəqin ki, burası aydındır. Onu da biz yaza bilərik də, AB ilə M-in cəmi 9 verir, baxın. Onda 2x üstəgəl x bərabərdir 9-a. Onda 3x bərabər 9, x bərabərdir 3 alaq. X 3-dürsə, gəlin bunu silək. Bunu da silək. Bura 3 yazaq. Burada bunun kimislidirsə 6 yazaq. Bizdən nəyəsi? NC parçası. NC. Bu da həmin bu MNC bucağına baxası olsa düz bucaqlı bucaqdır. Betonunuzu 5 katetin biri 4-dürsə, onda NC ilə birbaşa 4 yaza bilərik də Pifaqor teoremindən. 3, 4, 5 Pifaqor ədədlərdə. Deməli, NC tərəfdə bizdə olacaq 4. Nisbətən sadə sual idi bu da, elə bir çətin sualı deyildi. Beləliklə, deməli, sualların axırına gəldik. Ümumi götürdükdə suallar nisbətən sadə suallar idi, elə çətin suallar yoxdur. Ümidvaram ki, izahım hər biriniz üçün aydın oldu. İzləməyiniz üçün, diqqətiniz üçün təşəkkür edirəm. Həmçinin onlayn dərslər üçün də müraciət edə bilərsiniz. Hər biriniz üçün diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.